14-cü hədis. Ənəs ibn Məlik radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmdən belə rəvayət eləyir. İ'tədilu fis-sucud və la yabsut ahadukum zira'ihi inbisatal kalb. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, səcdədə düzgün olun, düzgün durun. Yəni 7 əza üzərində düzgün səcdə edin. Yəni düzgün səcdə edin. Və sizdən deyir biri qollarını, itin qollarını qoyduğu kimi yerə yaymasın, qoymasın. Yəni bu hissəni yerə qoymasın. Bu hədisi də Buxari rəhməhullah rəvayət edib 822-ci hədisdir və Müslim rəvayət edib 493-cü hədisdir. Deməli, burada nə var qardaşlar? Bu hədisdə nəyə dəlil var? Səcdədə 7 əzanın hamısının torpağa və ya yerə, harada səcdə edirsə, ora tam sağlam bir şəkildə oturmasının dəlili var. Yəni, i'tədilu fis-sucud budur. Yəni, səcdələri tam eləyin. Yəni. Eyni zamanda nə var burada? Əlləri yandan ayırmaq var. Yəni, əllər yana yapışdırılmır. Və qarın dizlərə yapışdırılmır. Və budlar da baldırlara yapışdırılmış. Bax, namazda səcdə fikirləşin. Bir adam elə səcdə eləyib ki, sanki öz əzalarının üzərinə oturub. Elə olmaz. Baldırla budun arası ayrı olmalıdır. Qarınla da budun arası ayrı olmalıdır. Qarın düz, bud düz, baldır düz. Hərəsi öz ayrı, sərbəst olmalıdır. Bir-birinə birləşdirmək bəyənilmiş. Və eyni zamanda əllər, o gün sual vermişdi kimsə. Samir qardaş, sən vermişdin. Demişdin, belə olar səcdə. Bax, gör nə deyir. Əllər alından və burundan aralı olmalıdır. Belə yox. Belə səcdə eləmək olmaz, yaxın. Əllər burundan və alından aralı olmalıdır. Sağ əl, sol əldən aralı olmalıdır. Barmaqlar üzü qibləyə olmalıdır. Bəli. Və hansı səviyyədə olmalıdır? Burada. Çiyinlər səviyyəsində. Bax, deməli, əllər də hansı səviyyədə olmalıdır? Səcdədə, çiyinlər səviyyəsində. Necə ki, təkbir gətirəndə çiyinlər səviyyəsində qaldırırsan, səcdədə də o səviyyədə olmalıdır. Nə aşağıda, nə də qabaqda yox, nə də buruna yaxın yox, alına yaxın yox, belə əllər də bir-birinə belə yox. Bəli, təkbirdə də ya çiyinlər səviyyəsi, ya qulaqlar səviyyəsi, yəni kimə nətər rahat. Arıq adamlar istədiyin variant eləyir, biraz kök adamlar da biraz çətindir. O da ölçü buradır. Ya qulaqlar səviyyəsi, ya çiyinlər səviyyəsi. Bu arada. Amma daha lap belə qabağa eləyib, qabağa elədikcə də dirsəklər yerə dəyir və yaxına eləmək olmaz. Və həmçinin dizlər səcdədə bir-birindən aralı olmalıdır. Nə çox aralı yox, nə də çox sıx yox. Bəli. Ayaqlar da bitişik, barmaqlar da qibləyə doğru. Bəli, ayaqlar bitişik, bəli. Ayaqlar bitişik, barmaqların ucu yerdə. Və burada deməli nə var? Həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm, yəni qolları heyvanlar kimi qoymağa qadağan edir. Burada it keçir. Digər hədisdə vəhşi heyvanlar keçmişdi. İnsan, Allah azza və cəllə insanı dəyərli, hörmətli yaradıb. Ona görə heyvanlara hansısa bir halda insan özünü bənzətməsində qadağan var. Onlardan da biri dırnaqların uzatması. Qadınlar bu deyə uzadır belə. Umdətül Əhkam kitabından Peyğəmbər sallallahu aleyhi və səlləmin namazının sifəti bölümündə oxuyacağımız hədislər bu qədər. Şübhəsiz ki, bu mövzuda olan hədislər bundan qat-qat çoxdur. Şeyx, Allah ona rəhmət eləsin, Buxari və Müslimin ittifaq elədiyi hədislərin bəzilərini burada rəvayət eləyib. Allah azza və cəllə bizə eşli faydalardan etsin. Və subhanəkə Allahumma və bihamdik. Əşhədü ən la iləhə illə ənt. Əstəğfirükə və etûbü ileyk.